Xoş gördük dostlar. Deməli, mən həmişə Yasəmən mürəbbəsini, yəni təbii şəkildə hazırlayıram. Axırda isə limon duzu əlavə edirəm, götürürəm. Biraz rəngini dəyişsin və belə bir rəng alınır. Və dedim ki, biraz rəngləndirmək üçün ona rəng əlavə edək. Yəni qida boyası. Baxın, belə bir rəng əlavə etdim. Görün necə alınıb. Çox da gözəl görsənir, hə? Bu göy rəng. Bu isə yaşıl rəngdir. Əslində biz Yasəmən rəngini axtarıb tapırdıq. Fidanla, o tovuzdan mən burada Ağdamdan canlı yayımda. Ki görək Yasəmənə uyğun rəng necə tapaq. O orada tapdıq. Qırmızı rənglə göy rəngi əlavə eləyəndə tam Yasəmən rəngi, yəni marqanis rənginə oxşayan bir rəng alınır. Yəni təbiisi də var. Göy də var, yaşılı da var. Qida boyasının heç bir zərəri yoxdur nə mənada ki, yəni yeyəndə yenə Yasəmən ətri bilinir. Amma buradakılar isə özüdür. Yalnız limon duzu əlavə etmişəm ki, rəngi çox qəşəngdir Yasəmən mürəbbəsi. Qızanlıda çatdırılma var, istəyən sifariş eləyə bilər. Bakıya da göndərilmə var. İstəsəz buyurun, hansından istəsəz. Bu da bankanın indi o birlərini əlavə eləyim. Bax belə. Bu da əmən köməncini bankada belə saxlayıram dolma üçün. Duz əlavə elədim. Bu da mənim ən çox sevdiyim Ağdamda balba, əmən köməncindən pişən yemək balba. Sözlə bu günlərim yaşıllığa bürünmüşük. Çox da qəşəng. Burada bir görüntü var. Paylaşdım, biləsiniz, hələlik.